Abşeron City'də yeni təhlükə, zirzəmidə qazıntı aparılır, ağır texnikalar yolu iflic edib. Bir neçə gün əvvəl Abşeron rayonu Heydər Əliyev prospektində yerləşən Abşeron City yaşayış binasının birinci mərtəbəsində Baku Elektronik mağazasının qanunsuz pələkan tikinti işləri ilə bağlı məsələni gündəmə gətirmişdik. İndi isə həmin ünvanda daha ciddi narahatlıq doğuran vəziyyətlə qarşılaşmışıq. Məlumata görə binanın zirzəmisində gündüz saatlarından gecəyə qədər qazıntı işləri aparılır. Ağır texnikalar və yük maşınlarının hərəkəti nəticəsində yol yararsız vəziyyətə düşüb, ərazidə tıxac yaranıb. Ən ciddi məsələ isə qazıntı işlərinin birbaşa yaşayış binasının zirzəmisində aparılması və bunun binanın konstruksiyasına, dayanıqlığına və ətraf əraziyə təhlükə yaradıb yaratmamasıdır. Əgər burada hər hansı çökmə, çatlama və ya digər hadisə baş versə, məsuliyyəti kim daşıyacaq? İndi isə aidiyyəti qurumlara sualımız var. Nə baş verməsini gözləyirsiniz? Çünki hadisə baş verdikdən sonra bizim bundan xəbərimiz olmayıb deməyin, heç bir mənası olmayacaq. Biz isə artıq bu gündən xəbər veririk. Aidiyyəti qurumları ərazidə təcili araşdırma aparmağa, qazıntı işlərinin qanuniliyi və təhlükəsizlik tələblərinə uyğunluğunu yoxlamağa, yaşayış binası hər hansı təhlükənin olub-olmadığını müəyyənləşdirməyə çağırırıq. Press xəbər olaraq məsələni diqqətdə saxlayacaq. Sizinlə mən Nüsrət Sakitoğlu, Press xəbər.